Ötən il Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 54.500 şəxsə əlillik təyin edilib. Onlardan 25.300 nəfərə ilkin, 29.200 nəfərə isə təkrar əlillik təyin olunub. Bu barədə Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev 2025-ci ilin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransında məlumat verib. Son bir ildə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərilib. Bunlardan 78.600 nəfərinə ambulator reabilitasiya xidmətləri göstərilib. 34.000 nəfərə yaxın şəxsə stasionar reabilitasiya xidməti göstərmişik. 2025-ci il ərzində 13.700 nəfərə əlilliyi olan şəxsə 211.700 reabilitasiya vasitəsi təqdim olunmuşdur. Postmuharibə dövründə reabilitasiya müəssisələrində müharibə iştirakçısı olan 3747 şəxs müalicəyə cəlb olunub. 2417 nəfər vətən müharibəsi iştirakçısına ümumilikdə protez ortopedik reabilitasiya istehsalat mərkəzimiz tərəfindən 88.446 ədəd reabilitasiya vasitəsi təqdim olunmuşdur. 500 nəfərdən çox vətən müharibəsi iştirakçısı olan əlilliyi olan şəxsə 620 yüksək texnologiyalı müasir reabilitasiya protez vasitələri təqdim olunmuşdur. Eşitmə və nitq məhdudiyyətli şəxslərin müalicələrinin dövlət və özəl sektora ötürülməsini təmin edən Səsiniz olaq layihəsi də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə kimi qiymətləndirilib. Natiq Çıraqzadə, Rüyal Əsədov, ASTV Xəbər.